İzə kitabxanada oturub diqqətlə əlindəki kitabı oxumağa çalışırdı. Görməsində zəiflik olduğundan sətirlər gözündən yayınır. Kitabı oxumaqda xeyli çətinlik çəkirdi. Bu zaman rəflərin arasında kitab axtaran nurani bir qoca ona yaxınlaşdı və mehriban səslə dedi: Salam, mənim ağıllı balam. Gəl tanış olaq. Mənim adım Ərşad babadır. Sənin adın nədir? Mənim adım İzədir, babacan. Bir qədər söhbətləşəndən sonra Ərşad babaya məlum oldu ki, İzənin gözündə zəiflik var. Buna görə ona müəllifi olduğu bir kitabı məsləhət gördü. Yazdığım Rədd olsun eynəklər kitabını oxu, özün öz həkimin ol və eynəkləri at getsin. İzə təşəkkür eləyib kitabı oxuyacağına söz verdi. İzə artıq kitabdakı tövsiyələri gündəlik rejiminə tətbiq etməyə başlamışdı. Sağlam qidalandı, bol-bol su içdi, göz məşqləri etdi və təmiz havada daha çox zaman keçirməyə başladı. Günlərin birində İzə kitabxanada olarkən Ərşad babanı gördü. Ərşad baba, salam, necəsiz? Sizə təşəkkür etmək istəyirəm. Rədd olsun eynəklər kitabındakı tövsiyələrə əməl etdim. Nəticə mükəmməl oldu. Təbrik edə bilərsiniz. Mən eynəyi atdım. Çox gözəl. Mənim ağıllı balam. Çox şadam ki, sən eynəkləri atmısan. Sağlamlıq bilikdən başlayır. Oxuduğu faydalı məsləhətləri öz həyatına tətbiq edən hər kəs özünü dəyişə bilir. Dəyişiklik isə kiçik addımlardan başlayır. Masanın üzərində kitab və kənara qoyulmuş bir eynək var idi. İzə nəşriyyatı 10 il sizinlə.